Müəllimlər, deməli ağırlıq mərkəzinə aid maraqlı iki dənə sualın sizə izahını verəcəm. Yəni bu sualın izahı çox sadə variantda izah edəcəm. İnşallah yəni özünüz də görəcəksiniz. Deməli 17-ci sualda nə deyir? Radiusu 2r olan bir cins dairədən r radiuslu dairə şəkildəki kimi kəsilib çıxarılarsa, ağırlıq mərkəzi neçə r qədər yerini dəyişər. Deməli, bilirik ki, dairədirsə biz burada sahə ilə gedəcəyik. Deməli, bax burada yazıram. Böyük dairənin sahəsi bərabərdir pi r kvadrat. Pi var 2r'in kvadratı. Bu deyiləcək 4 pi r kvadrat. Kiçik dairənin sahəsi isə pi var r kvadrat. Bu deyiləcək pi r kvadrat. Aha, indi baxaq, diqqətlə fikir verək, bax. Deməli, buradakı sahəmiz, məsələn, tutaq ki, buna mən desəm, buna p desəm, bu olacaq 4 dənə p. Deməli, bu olacaq 4 dənə p. Bax, bu olacaq, p. İndi biz bilirik ki, müəllimlər, bax, bunu ən sadə yolla deyəcəm sizə. Deməli, bunu aşağı dartan 4P-dir. Çıxarılan hissənin, bax, bu mərkəzdən olan məsafəsi R-dir. Çıxarılan hissənin, yəni P. Axı, biz tarazlıq şərtini bilirik, yuxarı çəkən aşağı çəkənə bərabərdir. Deməli, 4P-dirsə, yuxarı da 4P olmalıdır ki, sistem tarazıda qalsın. Bu da olacaq 3 dənə P. İndi mən bu çıxarılan hissəni bilmirəm. Mənə deyir, ağırlıq mərkəzi nə qədər? Buna bilmirəm, bu nə qədər yer dəyişir. Buna x deyəcəm. Deməli, bunun momentini alırıq. Yəni, bu nöqtəyə görə moment alırıq. Onda nə olacaq? 3P-ni vururuq x-a, P-ni vururuq r-ə. Bu P ilə P getdi. Buradan x nəyə bərabərdir? R böl 3. Yəni, cavab olacaq C variantı. Sonra keçək növbəti qəşəng bir dənə suala. Yenə də burada eyni qayda ilə müəllimlər. Bax, buna deyirəm pi r kvadrat. Bax, buna deyirəm, bunun sahəsi 2r'in kvadratı 4 pi r kvadrat. 4 pi r kvadrat. Çıxarılan hissə olacaq pi r kvadrat. Yenə də, bax, buna mən desəm p. Bu olacaq 4 dənə P. Bu olacaq P. Düzdür? İndi bax, həmin şəkili burada çəkirəm. Əvvəl ağırlıq mərkəzi buradaydı. Çıxarılıb, elə bil, sol tərəfə yapışdırılıb. Deməli, O nöqtəsi budur. Bax, bu O nöqtəsi budur. Bunun ağırlığı olacaq, tutaq ki, deyirəm 4P. Bunu aşağı çəkən P'dir. Buradan buraya qədər olan məsafə bizə verib, deməli, R və yuxarı P. İndi biz bilirik ki, tarazlığın şərtindən yuxarı çəkən aşağı çəkənə bərabərdir. Əgər aşağı 5P-dirsə, yuxarı da 5P olar da. Düzdür? Onda bu nə qədər olacaq? 4 dənə P. Aha, bax, bu məsafə bizə tam aydındır da. Bu məsafəni biz bilirik. P-dən, bax, buraya qədər olan məsafə 3R-dir. Bunu biz bilirik. Amma biz bunu bilmirik. Bu x. Momentlər qaydası ilə eləyirik, müəllimlər. Bunu bu tərəfə fırladır. Buna deyirəm M1. Bunu bu tərəfə fırlatmaq istəyir. Buna deyirəm M2. Buna deyirəm M3. Bu, həmin 4P-nin deməli momenti yoxdur. Çünki mərkəzdən keçir. Deməli, yazırıq. M1-in momenti bərabərdir M2 ilə M3-ün momentinə. Yəni, saat əqrəbi istiqamətində fırladanlar, saat əqrəbi əksinə fırladanlara bərabərdir. M1-in momenti nədir? 4P-ni vururuq nəyə? X-a. M2-nin momenti P-ni vururam R-ə. M3-ün momenti P-ni vururam 3 dənə R-ə. 4P var X bərabərdir. Eləcə 4 dənə P var R. P'lər getdi. 4'lər də getdi. Buradan X nə oldu?
R. Deməli cavab olacaq R. Y variantı. Diqqətinizə görə sağ olun.